Hər kəsə salam. Bugünkü dərsimiz Qəznəlilər dövlətidir. Bu dövrdə türk tayfaları Mavənnəhər vasitəsilə İslam dininin yaydığı ərazilərə gətirirdilər. Mavənnəhər iki çayın arası deməkdir. Sırdərya və Amudərya çaylarının arası Mavənnəhər adlandırılırdı. Burada Abbasilər xilafətinin, həmçində Samanilər ordusunda qulam kimi xidmət edirdilər. Yəni bu dövrdə bu ərazilərdə türklərin mövqeyi idarəçilikdə daha da möhkəmlənmişdi. Bu qulamlardan biri də Samanilər dövlətində xidmət edən Altəkin olmuşdu. 60 ilə yaxın burada qulamlıq etmişdi, xidmət etmişdi. Özü Samanilər dövlətində hakimiyyəti ələ keçirməyə çalışsa da buna nail ola bilməmişdi. Ona görə də öz deməli qoşununu götürərək türk əsgərləri ilə birlikdə Qəzni şəhərinə gəlmişdi. İndiki Əfqanistan ərazisindədir və burada möhkəmlənmişdi və Əfqanistanın cənubunda 962-ci ildə Qəznəlilər dövlətinin əsasını qoymuşdu. Deməli, Qəznəlilər dövlətinin yaranmışdı indiki Əfqanistan ərazisində və paytaxtı da Qəzni şəhəri olmuşdu. Onu da vurğulayaq ki, xəritədə də göstərildiyi kimi Qəznəlilər dövlətinin ərazisi Axund dövlətinin ərazisi ilə demək olar ki, eynidir və burada deməli bunların möhkəmlənməsi türklərin mövqeyinin daha da artmasına gətirib çıxarmışdı. Qəznəli dövlətinin ən qüdrətli hökmdarı Mahmud Qəznəli olmuşdur. Qüdrətinin dövləti bu dövrdə zirvəsinə çatmışdı. Qabaqçı dərsdəyinin Qaraxanlı dərsində dediyimiz kimi 999-cu ildə Qəznəli və Qaraxanlı dövlətləri birləşərək Samanilər dövlətinin süqutu uğratmışdır və bunun nəticəsidir ki, Qəznəlilər dövləti ərazisini daha da genişləndirmişdi. Xorasan, Xərəzm, Sistan və Əfqanistan ərazisi Qəznəlilər dövlətinin tərkibinə qatılmışdı. Mahmud Qəznəlinin əsas siyasəti Hindistanı ələ keçirmək idi və Hindistanın ərazisinə yürüşlər etdi. Hindistanı tam olaraq deyil, Hindistanın şimal-qərb hissəsini dövlətin ərazisinə qatdı, ərazisini daha da genişləndirdi. Çindən Aralıq dənizinə qədər gedən ticarət yollarının Qəznəlilərin əlində olması iqtisadi baxımdan dövlətin inkişafına səbəb olurdu və Mahmud Qəznəli Hindistan üzərindəki qələbəsindən sonra özünü Abbasilər xəlifəsi tərəfindən sultan titulu qəbul etməsinə gətirib çıxarıbdı. Yəni ilk türk hökmdarıdır ki, sultan titulu qəbul edibdi. Deməli, burada bir xatırlatma edək. Eldəniz hökmdarı deməli Qızıl Arslanda Abbasilər xəlifəsi tərəfindən sultan titulu qəbul etmişdi. Həmçinin də Mahmud Qəznəli də Abbasilər xəlifəti tərəfindən sultan tituluna layiq görülübdür. Yəni bu oxşar cəhət kimi götürmək olar. Bundan sonra Rey, İsfahan, Həmədan, yəni İranın, Qərbi İranın əraziləri ələ keçirildi. Deməli Qərbi İranda öz hakimiyyətini daha da yaydı. Həmçinin icazə verdi ki, Xorasan ərazisində Oğuz Səlcuq türkləri məskunlaşsın. Bunu Məsud da edəcəkdir. Qəznəli hökmdarı oxşar cəhət kimi bunları da götürmək olar və Əl-Buruni, İbn Sina kimi alimlərin himayə edilməsində mühüm rolu olubdu. Mahmud Qəznəlinin ölümü dövlət üçün pis nəticələndi, çünki taxtac uğrunda mübarizə başlayacaq 30-cu illərdən başlayaraq və hakimiyyətə oğlu Məsud gəldi. 30-41-ci illəri əhatə edir Məsudun hakimiyyəti dövrü. Daxili çəkişmələr, dövlətin zəifləməsi prosesi gedirdi bu dövrdə və 1040-cı ildə öz mövqelərini möhkəmləndirən Səlcuqlarla Qəznəlilər arasında dəndənişan döyüşü oldu. Döyüşün nəticəsində Səlcuqlar qalib gəldi, Qəznəli dövləti zəiflədiyinə görə məğlubiyyətə uğradıldı və burada İran ərazisində Xorasan ələ keçirildi. Bu Qəznəlilər üçün çox böyük zərbə idi. Həmçinin Mərkəzi Asiyada Səlcuqların mövqeyi möhkəmləndi. Onların İrana, İraqa və Azərbaycana yolu açıldı. Qəznəlilər dövləti bu dövrdə öz mövqeyini demək olar ki, itirmişdi və 12-ci əsrin ikinci yarısında 1150-ci illərdən sonra Curlu tayfaları ilə mübarizə aparacaq, vəziyyət daha da burada kəskinləşəcəkdir və bunun nəticəsidir ki, Curlu tayfaları Qəzni şəhərini tutub işğal edəcəklər, paytaxtı Lahora köçürəcəklər.
Bunun ardınca isə demək olar ki, bunların hakimiyyəti yalnız şimal-qərbi Hindistanla deməli kifayətlənirdi. Əraziləri çox balacalaşmışdı. Dövlət demək olar ki, süqut etmək üzrə idi və 1187-ci ildə Gürlü tayfaları tərəfindən dövlətin varlığına son qoyulur. Deməli, Qəznəlilər dövləti mövcud olubdu 962-ci ildən 1187-ci ilə qədər. Dövlətin əsasını qoyubdu Alptəkin türk qulamı idi və dövlət Gürlü tayfaları tərəfindən süquta uğrayıbdı. Bugünkü dərsimizdə bu qədər. Sağ olun.